Münasibətlər insanlar üçün niyə bu qədər çətinləşib? Kişilər adətən rədd edilməkdən çox qorxurlar. Sağlam cütlülər arasında hər zaman mübahisə olmalıdır. Və burada insanların düşdüyü ən böyük tələlərdən biri bilirsiniz nədir? Bütün kişilər eynidir. Problem kişilərdə yox, qadınların seçimindədir. Problem psixoloji mexanizmdədir. Hansı səviyyədə ki, xəyanət artıq onlar bağışlamaq istəmirlər? Kişilər xəyanət edəndə daha çox şuursuz səviyyədə xəyanət edirlər. Amma qadınlar xəyanət edəndə çox daha şuurlu şəkildə xəyanət edirlər. Bir-birinə zidd insanların xoşbəxt olması mümkündürmü? Uşağın yeri hər zaman partnyordan sonra. Sizcə münasibətdə daha çox qadın yalan danışır, yoxsa kişi? Bəs maddiyyat münasibətlərdə nə dərəcədə rol oynayır? Xəyanətə yalnız asan və rahat yola qaçan və psixoloji olaraq zəif kişilər meyl edirlər. Ümumiyyətlə, evlilikdən əvvəl cütlüklərin bir yerdə yaşaması nə dərəcədə doğrudur? Qısqanclıq da mütləq normada olmalıdır, yoxsa bu cinayətlə belə nəticələnə bilər.